Yallah. Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz olacaq bizim termodinamika. Deməli uşaqlar, mövzunun adını qeyd edin, hər biriniz termodinamika. Termodinamika. Uşaqlar, termo sözü nədən götürülür? Termo. Termos, termostat, istilik mənasında ola bilərmi? Deməli, bugünkü mövzumuz sırf istilik üzərində, enerji üzərində olacaq. İlk olaraq bu mövzuda öyrənəcəyimiz birinci kəmiyyət uşaqlar bizim olacaq daxili enerji. Qeyd edin, daxili enerji. Sonra daxili enerji fizikada nə hərflə işarə olunur? Bəlkə xatırlayarsınız? U hərfi ilə işarə olunur. Daxili nə dedim bu? Daxili enerji. Enerjisi vahid nə olacaq? Vahidi olacaq. Vahidi çoğul. Enerji necə kəmiyyətdir? Skalyar yoxsa vektorial? Aferin. Qeyd edin sonunda skalyar kəmiyyətdir. Skalyar kəmiyyətdir. Falan, biz məsələn əvvəldən danışmışıq kinetik və potensial keçən vaxtı. Tutaq ki, topu atırdım yuxarı, nə baş verirdi? Top qalxanda hansı enerjisi artırdı? Yuxarı qalxdıqca. Potensial artırdı, kinetik nə edirdi? Azalırdı. Onlar ikisini cəmə nə demişdik? Tam enerji. Bax, indi təsəvvür edin, biz imkanı bölməsində artıq cismi daxilinə keçmişik. Daxilindəki zərrəciklərə keçmişik. İndi təsəvvür edin, iki dənə qaldı. Və qabın içərisində zərrəciklər var. Bu zərrəciklər hərəkət edirmi? Onda hansı enerjisi var? Hərəkət enerjisi, kinetik enerjisi var. Həmsi də toqquşurlarmı? Onda potensial da var. Bax, bu ikisinin cəminə, yəni kinetiklə potensial, zərrəciklərin kinetik və potensialının cəminə biz deyəcəyik nə? Daxili enerji. Yaxşı, biz fizikada, yəni bəzi hadisələri ideallaşdırırıq. O cümlədən qazları da ideallaşdırmışıq. İdeal qaz nəyə deyilir? Kim deyə bilər? Seyrəkləşdirilmiş qazlara ideal qaz deyilir. Yaxşı, seyrəkləşdirəndə nə olur ki? Yəni, real qazdan bunun fərqi nə idi ki? Məsafə çoxalırdığına görə artıq o zərrəciklərin toqquşması gücü nəzərə alınmır. Məsafə o qədər böyük ki, artıq onlar bir-birinə neynəmir? Toqquşmurlar. Toqquşmurlarsa, potensial nə oldu burada? Sıfır. İndi mənim yerdə nə qaldı? U bərabərdir. Üstüdə nə qaldı? Yekini. İndi yaxşı, sizcə bir dənə zərrəcik var bunun daxilində? Eyni sayda zərrəcik var. Onda mən ümumi enerji tapaqsa nə edəcəm? Yekiniyyətini nə edəcəm? N yekini. Deməli, bizim daxili enerji ilkin düsturu bu formda olur ki, yəni məntiqli şəkildə çıxardıq ki bunu. Daxili enerji tam mexaniki enerji kimi kinetik və potensialın cəminə bərabərdir. İdeal qaz seyrəkləşdirilibsə, potensial yoxdur. Yerdə qaldı nə? Kinetik. Neçə dənə zərrəcik var? N sayda. Onda N vurulsun, Y-kinetik. Davam edirik. N vurulsun. Osman düsturu kim deyəm də kinetik enerjidir? 2-də 3 KT. Biraz səliqəyə salaq. 2-də 3 N, K, T. Yaxşı, bu N'in əvəzinə nə yaza bilərəm mən? Xatırlayaq. Nü nəyə bərabərdir? N bölünsün, N-a. Buradan N nəyə bərabərdir? Nü, N-a. Aferin. Gətir yerinə qoysa. Olacaq nə? 2-də 3, nü, N-a, K, T. N-a-la K-dının İki dənə sabiti bir-birdən burada nə edir? Adı nə idi onun? Evin adı nə idi? Nə sabitidir? Universal qaz sabitidir. Qeyd edəsəm, orada 2-də 3, nü, T. Bax, daxili enerji, mövzumuz bunun üzərində qurulur. Daxili enerjinin üstünə aldı uşaqlar. U bərabərdir. 2-də 3, nü, T. Deməli, bizim məsələləri işləmişsiniz. Artıq MK-ni işləmişsiniz, tanış olmuşsunuz ki, 90% məsələlərdə kütlər nə verir? Məsələn, birinci cümləsində yazır. Verilmiş kütləli ideal qaz. Onda nü sabit nə olur? Sabit. Universal qaz sabiti anadan gəlmə sabit. 2-də 3-də sabit. Onda daxil necə nədən asılır birbaşa? Temperatur asılır. Sizi çaşdırmaq istədir uşaqlar. Baxın, necə yazacaq? Necə çaşdırmaq istədir? Yazacaq ki, izotermik genişləndirsə. İzotermik genişləndirsən bir şey daxil necə dəyişir? Sonra, izotermik nə deməkdir? T konstant. T konstantsa U necə olacaq? Yəni sizi çaşdırmaq istədir. Siz fikirləşə bilərsiniz ki, nüyetti öz nəyə bərabərdir? P, V. Onda bu nəyə bərabərdir? 2-də 3, P, V-yə. İndi siz fikirləşəcəksiniz. Bir müddətdən sonra bu hal baş verəcək. Deyəcəksiniz ki, genişlənmə var. Bu atdan çıxdı getdi ha. Deyəcəksiniz ki, genişlənmə var. Genişlənirsə həcm arasında o neynəyəcək? Bəzilər fikirləşsin. Amma bir şey fikirləşsin ki, V arasında P neynəyəcək? Biri artdı, biri azaldı, hasil dəyişir. Aydındır. Ona görə izotermik proseslərdə daxili enerji heç vaxt dəyişməyəcək. Aydındır. İndi yapışıq.
Dedi ki, daxili enerji belə qısa-qısa qeyd edə bilərsə ki, U və T əmioğlu kəmiyyətlərdir. Yəni, bunlar bir-birinə nədir? Birbaşa asılı, yəni bir-birinə mütləq əlaqəlidir. İndi siz baxın uşaqlar, mən deyirəm ki, bu silgidir. Silginin daxili enerjisini artırır. Yəni, mən nə demək istəyirəm sizə? Temperaturunu artırır. Yaxşı, bu silginin temperaturunu necə artırmaq olar? Hansı üsullarını artırmaq olar? Lövhəni qeyd edəmsiniz? Bəli. Siz onu fikirləşin, yəni daxili enerjisini necə artırmaq olar silginin? Aha, birinci bunun üzərində iş görməklə. Mən neyirəm hal-hazırda iş görürəm, düzdür? Silgi başını neyləməyə? İstilənməyə. Biri bu, yəni üzərində iş görməklə. İkincisi nə ola bilər uşaqlar? Bunu qızdırmasını neyirəm, atopinin üstünə qoyuram. İstilik müqdarı vermək. Deməli, yazın ki uşaqlar, daxili enerjinin dəyişmə üsulları. Daxili enerjinin dəyişmə üsulları uşaqlar 2 dənə oldu. Mexaniki iş görməklə iş görmək və istilik verməklə. 2 üsuldur. Gəlin birinci nəzəriyyəsindən başlayaq. Yəni bunu qızdırmağın, daxili enerjini dəyişməyin nəzəriyyəsindən. Hansı olacaq bu? İstilik vermək. Valla istilik vermənin fizikada 3 dənə növ var. Xatırlayaq. Biri mən deyim, istilik keçirmə, şüalanma və konveksiya. Ay yaşa. Deməli istilik vermənin 3 dənə növ var uşaqlar. 3 dənə istəyə bölək onda bunu. Birinci nə oldu? Fərqi yoxdur. Əslində yaza bilərik nə? İstilik keçirmə. 2. Konveksiya. 3. Şüalanma. Deməli, cismi qızdırmaq üçün, yəni bir istiliyi bir yerdən başqa yerə ötürməyin 3 dənə əsas mümkün yolu var. İstilik keçirmə, konveksiya, şüalanma. İstilik keçirməni biz harada görürük? Harada rast gəlirik? Aha. Dəmir. Məsələn, ən primitiv nümunədə dovğa bişirən vaxtı məcbursan ki, axıra qədər neyəsən ona? Qarışdırasan da. Dəmir qaşıdan istifadə edilir. Yoxsa dəmir olur bəzən qulpu, plasmas və ya taxta və ya da çömçə. Taxtadan istifadə edilir. Niyə? Çünki, məsələn, taxta istəyib pis keçirir. Dəvəli metal olsa, ağız hissəsi harada qaza yaxındır. Başlayır oradan eləməyə, qızmağa. O istilik hara gəlib ötürülür? Bizim əlimizdə tutmamışam ki, qazın üstünə. Amma bir müddət sonra əlimiz neyinir? İstilənir. Deməli, onda istilik keçirmə hansı materialıdır? Hansı agregat halında olur? Bərk. Deməli, bərk mühitdə istilik keçirmə hadisəsi baş verir. Ən bariz nümunədir ki, dovğa bişirən vaxtı o qaşıqdan istifadə. Və hətta o köhnə peşlərdə maşa olurdu. Odun zat götürməsi maşa. Maşanı bir soxmur peçinsən, düzdür? Kənar səsi arkada qalır. Amma çox saxlasaq əlimiz neyindir orada? İstilənir. Niyə? Çünki oradakı istilik bir nöqtədən başqa neyinirdi? Ötürülürdü. Gəldik ikinciyə konveksiya. Maye ilə. Aha, enerjinin və istiliyin maye və qazın axını ilə ötürülməsi. Yəni burada enerji nə vasitəsilə ötürüləcək? Maye və qaz vasitəsilə. Məsələn, belə deyim də, ən atopinin istilik gözəli budur. Çünki bizim qazanxana kursun həyətində istilik isə otaqlar. Oradakı istilik bura necə gəlir? Maye vasitəsilə. Və yaxud da deyirik, şimal küləkləri soyuq gətirir, cənub küləkləri isti gətirir. O istiliyi nə gətirir ora? Qaz vasitəsilə gəlir də, hava külək vasitəsilə gətirir. Bu oldu nə? Konveksiya. Deməli, maye və qaz vasitəsilə gəlir. Maye və qaz vasitəsilə. Gəldik şüalanma. Şüalanma nədir? Biz enerjimizin 90%-ni belə deyərəm ki, hardan əldə edirik? Günəşdən. Günəşdən bizə enerji nə vasitəsilə gəlir? Şüalar, elektromagnetik dalğalar, nə? Radiasiya vasitəsilə gəlir. Deməli, şüalar, radiasiya vasitəsilə. Radiasiya. Şüa vasitəsilə. Testlərdə belə nəzəri sualı var. O tekyanı da keçən bir imtihanı görürsünüz ki, nəzəriyyəni artırırlar. Belə nəzəri sualı düşə bilər ki, məsələn, hansı istilik vermənin hansı növündə maddə daşınır enerjidən başqa? Enerji daşınır mı burada? Bəli, enerji daşınır, burada da enerji daşınır. Harada maddə də daşınır? Deməli, burada maddə daşınır. Maddə daşınmır. Maddə daşınır. Bəli, yeganə olaraq maye və qaz, konveksiyadır ki, maddə daşınır. Burada isə maddə daşınmır. Bəs enerji hansında daşınır? Təkcə şüalamada. Enerji nə deməkdir? Enerji istilik deməkdir. Hamısında məqsəd nədir? Aha. Deməli, enerji, bax bir dənə enerji qeyd edirəm burada. Enerji həm burada, həm burada, həm burada. Onsuz da bu məqsəd nədir? Enerji daşımada bir nöqtədən başqa istəyir. Bax, şüalanmanın bu ikisindən fərqi var bir dənə. Şüalanmanı bunlardan ayıran bir dənə fərq var. Sağ ol. Günəş şüaları bir dənə yer atmosferinin daxilində oksigenlə, yəni atmosferin rastlaşır da, ondan yuxarı nə var?
Boşluq, vakuum. Deməli, şüalanma harada yayıla bilir? Vakuumda da yayıla bilir. Vakuumda da yayılır. Sonra növbəti özəlliyi bunun odur ki, günəş şüaları bizə hansı sürətlə yansıdır? İşıq sürəti. C bərabər 3 vurulsun 18 metr per saniyə sürətində indir. Yer səthinə, yer səthinə. Ona görə də şüaları yadda saxlayın ki, biz günəş çıxandan, yəni biz günəşi görəcəyi səhər-səhər. Siz fikirləşin ki, günəş artıq orada 8 dəqiqə 10 saniyə təxminən var. O civarda oradadır. Biz onu 8 dəqiqə gecikmiş halını görürük. Və baxırıq ki, zenitdə də, amma zenitdə də 8 dəqiqə bundan qabaq oldu. Biz indi onu görürük. O şüalar bizə 8 dəqiqə 13 saniyə gəlib çıxa bilir. Çünki aramdakı məsafə nə qədərdir? Günəşdən 150 milyon kilometr sürətlə bu bölüb dəqiqə də çevirsən, gözləsin ki, həmin dediyim cavabını eləyə bilərsiniz, ala bilərsiniz. Problem yoxdur ki, burada. Xeyr. İstiş vermənin növlərindən tanış olun. Biri buydu. İkinci də daxili dəyişmə üsulu hansıydı? İkinci üsul nə qədər daxili dəyişmənin ikinci üsulu? İş görmür. Ay, sağ ol. Deməli, iş görsək, məsələn, bunu silgili sürtüklə burada neyinir? Başlayır o neyəmə? Temperatur artmağa. Üşüyən vaxt əllərinin bir-birinə neyinir? Sürtürük, əllər başlayır neyəmə? İstənmə. Deməli, iş görməklə daxili neyəmiyorlar? Dəyişmiyorlar. Təsəvvür edin ki, dəqiq qaldı. Ağzı hissəsində porşeyin var. Bunu nəyə bənzədir? İşbiriz. Porşeyin aşağı yuxarı nə gəlir? Hərkəs verilir. Və bunun daxilində ideal qaz var. Şalar, bu qaz zərrəcikləri porşeyi nə demək istəyir? Yəni, porşey nə deyir? Bu qaz zərrəcikləri bilirsiniz ki, qarma qarşı hərəkət edir. Gedir o divara vurur, bu divara vurur, ora vurur, bura vurur. Yəni, bu porşeyini hansı tərəfə itələmək istəyir? Təbii ki, yuxarı tərəfə itələmək istəyir da. F qüvvəsi ilə. Yaxşı. İşin düsturu biz necə öyrənmişdik əvvəlki mövzularımızda? A bərabərdir. F vurulsun S. Gəlin bilinir. Oturacağın sahəsində mən nə deyirəm? S. Onda porşeyin sahəsi nə olacaq? O da S. Yəni, eyni ölçü deyil. Əla. Yaxşı. Və gəlin bilinir. Deyək ki, qaz zərbələri endirdi və porşeyini yuxarı qaldırmağa nail oldu. Yəni, tutaq ki, müəyyən qədər, bir H qədər bu porşeyi neylədir? Yuxarı qaldıra bildi. Bax, H qədər porşeyini yuxarı qaldırdı. Onda bizim həcmimiz, indi gəlin həcm tapmağa çalışacaqlar. Təzyiq düsturun əvvəlki mövzuda mənə deyim, P nəyə bərabər edir? F bölünsün S. Buranın F tapsam? P vurulsun S. Gətirib yerinə qoysam? Bunu belə edək, uşaqlar. F qıvası hansı tərəf yönəlir? Nə qədər yerləşməlidir? Onda mən bunu F vur H yaza bilərəm. Çünki buradakı S-dən qarşılaşır bu sahədə. Gətirib yerinə yazdım. Olur nə? P vurulsun, S vurulsun, H. Yaxşı. S vur H nəyi verirsə bizə? V-ni. Hansı V-ni? Hansı həcmi? Bütöv həcmi. Bütövü verir. Ancaq H nədir? Bax, bu da bu qalxan indir. Deməli, bizə tapdığımız bu həcm var, ha, S vurulsun H. Ancaq D vur olacaq. Yaxşı, bunu tapmaq üçün yol nədir? Böyüyü taparam, ondan da kiçiyini edərəm. Onda bu hissə delta V yaza bilərəm. Onda düsturumuz nə olacaq? A bərabərdir. P vurulsun, delta V. Ay, sağ. Deməli, bizim işin üstündə olmuş olar. A bərabərdir. P, delta V. Onda belə çıxır ki, iş birbaşa nədən asılıdır? İş görməsi biz niyə həcmdir? İş görmək üçün qüvvə olmalıdır. Qüvvə təbii ki vardır. Qaz varsa qüvvə var. İş görmək üçün həcm ya artmalıdır, yazar. Yəni, proses izoxor olmamalıdır. İzoxor proses varsa, uşaqlar, bir mənalı şəxsiyyətdə saxlayın. İzoxor proses varsa, bəli, hər dəfə yadda saxlayın ki, iş nə olacaq? Sıfır olacaq. İzoxor prosesi həcm dəyişmir axı, yəni yol getmir axı porşun. Onun üçün işimiz alır. Sizə sual çözək. Deyir ki, izoxor qızdırdılar. Sən fikirləşsən ki, qızdıranda zərrəciklər sürətini inir. Vurulan zərbələr çoxalır, sən deyirsən ki, iş daha çox olacaq. Amma elə deyil. İzoxorin həcm dəyişmirsə, iş görülməyəcək uşaqlar. İndi yaxşı uşaqlar. Biz indiyə qədər mexaniki işi A hərfini işarələmişik. İndi nə öyrəndik? Qazın işi. Artıq yeni bir kəmət öyrəndə. Ona görə bunu fərqləndirmək üçün, bax bu qazın işi. Bunu fərqləndirmək üzərində bir dənə nə qoyacaq? Yazıda qararsak, A işləri qoyur. Deməli, bu yazdığımız nə olacaq bizim? Qazın işi. Deməli, qazın gördüyü iş A işçilikdən işarə olacaq və düstur olacaq P vurulsun, delta V. Yaxşı, təbii ki, təkcə burada qaz yoxdur ki, ətrafda da qaz var da, düzdürmü? O qazın qüvvəsi, yəni xarici qazın qüvvəsi, bunu hərəkət eləmək istəyirdik? Aşağı. Newton ikinci qanuna görə bu qüvvə ilə bu qüvvə bir-birə nədir? İndi bu nə qədər yuxarı qalxırsa, bunun üçün elə ki,
Bu əslində müsbət iş görür. Məsələn, bu qüvvənin H eksi yanlıqda müsbət gedir. Bu ancaq nə olur? Aşağı gəlirdi, amma pol şəhərə qalxdı. Onda bu işdə qüvvələr bərabər olduğuna görə xarici qüvvənin işi ilə qazın işi bir-birinə nə olacaq həmişə? Onda belədir. Yazaq buradan. Yazıram, qazın işi. Qazın işi. Oldu A işdir. Xarici qüvvənin işi. Xarici qüvvənin işi. Oldu A. Və bu prosesdə həmişə A işdir nəyə bərabər olacaq? Mənfi A-ya. Aydın yəni bir-birinə nə edir bunlar? Əksidir. İndi sizdə bəzən birbaşa qazın işini soruşmayacaqlar. Deyəcək ki, məsələn, xarici qüvvənin gördüyü iş müsbət yoxsa mənfi. Siz onda nə edəcəksiniz? Birinci qazın işini tapırsınız. Qazın işi müsbət olsa demək ki, xarici nədir? Mənfi. Qazın işi mənfi olsa müsbət. Heç bir çətinlik olmayacaq. Yaxşı. PV nəyə bərabərdir uşaqlar? Nə? Medilik operasyon deyim mənə. A isə PV bərabər nü, T. Onu mən burada delta yazsam, burada delta T yazmalıyam da. Onda işin üstünü başqa bir necə alacaq qazın işi? Nü, delta T. Belə yazma olar. Yəni bu düsturla da məsələ işləyəcəksiniz. Yəni çalışmayın. Anda deməyin ki, həmişə bir P yazma ilə işləyəcək. Belə bir düsturda görəcəksiniz. Minə görmürsənsə yaxında eləşə bilərsən. Hə. Elə olsun ki, ləngiymək. Yəni yaxında durun, əyləşin, yazın, davam edəcəksin. Sol tərəf təmizləyə bilərəm düsturun çıxarış hissəsini. Qazın işi nə bir şey alındı? Xarici vərşi. İndi yaxşı. İşin üstü oldu açdırıq bərabər P, delta P. Yaxşı, sizdə belə bir qrafik düşəcək. Deməli, P-nin V-dən asılı qrafik bu formada. Deyəcək ki, işi tapın. Qazın işini tapın. Hasil, qrafik, nə olacaq? Hansı sahə? Bu xətlə V arasında qalan sahə. Deməli, açdırıq bərabər olacaq S fiqur. İndi yaxşı, sizcə qazın işi müsbət yoxsa mənfi? Həcm neyinir burada? Məsələn, əvvəl 1 idi. Sonra oldu neçə? 2, sonra 3. Getdin həcm neyinir? Həcm artırsa, yəni həcm genişlənirsə, qazın işi nədir? Həcm artırsa qazın işi nədir? Müsbətdir. Artı demək müsbətdir, yəni. A işləri böyük nədən? Onda xaricin işi? İndi bu mənfi olacaq. Hesab. Yəni sizə xarici soruşanda birinci qazı tapırsınız. Sonra xaricdə onun tam işte qiyməti bir-birinə bərabər olacaq. Yenə işarə fərqi olacaq. Biri müsbətsə digər mənfi olacaq. Növbəti sual. PV-dən. Hə, qazın işi nə olacaq? 0. Niyə? Çünki bu xətt V xəttinə perpendikulyardır. Perpendikulyar olanda həcmi nədir burada? Dəyişmir. Onda A-lik nəyə bərabərdir? O da nəyə bərabərdir? Xarici qüvvənin gördüyü. Sol tərəf təmizləyib, sağ tərəf üzrüsən. Təmizləyirəm mi? Əla. Yaxşı, növbəti bir iki dənə məsələ çıxmışdır. Sizin taşlarınızı bir iki dənə sual nümunəsi olacaqlar. Məsələn, P, V-də. Belə bir qapalı proses verəcək. Deyəcək ki, işi tapın. Bir dənə təmizləyə qalacaqsınız. Hə. Deyəcək işi tapın. Hə. Yox, onu demirəm. Onu gələcəm eləşək. İşi tapmaqsa neyəcəm mən? Şəmsiyə neyəcəm? Mən P-ni saat oldu. Figurun sahəsi. Bax, bir deyəcək figurun nəyi? Bax, verilmiş qapalı prosesin sahəsi. A-lik bərabərdir S figur. İndi baxın, iş müsbət yoxsa mənfidir? Gəlin adlandıraq. 1, 2, 3, 4. 1-2-də iş nədir A-lik? 0. 3-4-də? A-lik 0. 7-də qaldı nə? 2, 3. Gəl belə. Bax, P, B. 2-3 sahəsi tapaqsın, böyük sahəni tapaqsın da belə. İndi yaxşı, 4-1 tapaq. 4-1 isə əksidir. Bunu tapaqsın, bu figurun sahəsi. Burada A-lik mənfidir. Burada A-lik hansı böyükdür? Toplasan cavabınız nə olacaq? Müsbət. Belə də baxa bilərsiniz. Və yaxud da qısa qayda sanacaqsınız. Saat həqiqlərin istiqamətində fırladanda işimiz qazın işi olacaq. Müsbət, saat həqiqlərində əksi olanda isə iş olacaq mənfi. Qeyd edilmiş şəvalarını. Deməli, saat həqiqlərin istiqamətində olanda A-lik böyükdür 0-dan. Saatın əksi olanda A-lik kiçikdir 0. A-danın tərsi olacaq da. Burada A kiçikdir 0 olacaq. Burada A böyükdür 0 olacaq. Bu da bizim tapmaq üçün qısa qaydamız. Fərqi yoxdur, aşağıda bu qapalı prosesi belə də verə bilər, çevrə də verə bilər. Bunu
Saat əksinə verək. Mənfi olur. Aha, PB isə, bax bu fiquru nəyə tapacaq? Xarici. Çevrənin sahəsini tapacaq və qiymətimiz nə olacaq? Mənfi. Çünki saat əqrəbinin əksinə. Bəli, xarici iş isə müsbət olacaq. Aferin. Belə. İşdə problemimiz yoxdur ki, daxili necə dəyişmənin üsulu olan işin tapılması. Davam edirik. İndi gəlirəm nəyə? Bayaq daxili necə dəyişmənin bir dənə üsulu demişdik ki, nə idi o? İstilik vermə. İstilik vermənin nəzəriyyə hissəsini öyrəndik. İndi cisimlərin qızarkən istilik miqdarı nə edirlər? Alırlar yoxsa verirlər? Qızarkən. Alırlar. Soyarkən verirlər. Cisimlərin qızarkən aldığı və ya soyarkən verdiyi istilik miqdarından danışacağım. Nədən danışacaq uşaqlar? İstilik miqdarı. Qeyd edildiyi başlığımızda istilik miqdarı. İstilik miqdarında hərfimizi qeyd edirəm, olur nə? İstilik miqdarı hər neçə alınırdı? Q hərfi neçə alınırdı? Uşaqlar, düstü isə belədir. C, M, delta, T. Buradakı C nə idi? Xüsusi istilik tutumu. İstilik tutumu. M, kütlə, T nədir və delta T? Bəli, temperatur dəyişməz. Demək, temperatur dəyişməsi haqqında bir danışaq. Deyək ki, suya istilik miqdarı verirəm və suyun temperaturu T1 bərabərdir 6 dərəcədən T2 bərabərdir 14 dərəcəyə qədər qalxdı. İndi sizcə çevirir yoxsa çevirmir? Çevirək. Fərq eləməyəcək. İstərsəniz bunun üstünə 273 gəl. 273. Bunun da üstünə 273. Çıxarda yəni 270-dən neyini? Ona görə delta T, yəni dəyişmə məsələlərində çevirməyə ehtiyac olmayacaq. Verilmiş temperatur 6, 14, çıxanda neçə edəcək? 8 dərəcə. Əgər 6-ın 14-ə çıxmış qalxıbsa, istilik miqdarı alır, 14-dən 6-ya düşürsə, istilik miqdarı neyini? Verir. Aydındır? Yaxşı. Bu delta T haqqında məlumatımız oldu. M maddenin kütləsi, bunu da bilirik. Yerdə qaldı nə? Xüsusi istilik. Ay, tapa düsturdan. Q bölünsün. Q bölünsün. M, delta T. Yaxşı. Kim deyə bilər bunun tərifini? Yəni, düstura baxın, kim tərif çıxara bilər? 1 kiloqram maddəni 1 selsi və ya 1 kelvin qızdırmaq üçün. Bax, bunu da yenə 1 qoy, bunu da yenə 1 qoy. C nəyə bərabər olacaq? Bax, məxrəcə 1 qoysam, C nəyə bərabər? Onda deyirsən ki, 1 kiloqram maddəni 1 kelvin qızdırmaq üçün sərf olan istilik miqdarına xüsusi istilik tutumu deyil. Yəni, tərifi düsturdan çıxır, qeyri-adi bir şey yoxdur. 1 kiloqram maddəni 1 kelvin qızdırmaq üçün sərf olan istilik miqdarına xüsusi istilik tutumu deyilir. Onda sual. Xüsusi istilik tutumu kütlədə necə asılıdır? Asıl deyil. Kütlə necə asılıdır? Asıl deyil. Xüsusi söz olduğu. Bəli, zəfirə. Yadda saxlayın ki, çox tip məsələlərdir. Hamısı deməyək. Hamısı, bütün hamısı deyə bilmərəm, biraz orada tərtib edək. Amma yəni çox ki, qarşısında xüsusi sözü varsa, özünə məxsus deməkdir bu. Yəni maddənin nəyindən asılır? Növündən. Məsələn, su üçün xüsusi istilik tutumunun qiyməti 4200. İlsə sual düşədir, testdə qarşılaşacaq. Deyir ki, 1 litr suyun xüsusi istilik tutumu 4200 isə, 2 litr suyun xüsusi istilik tutumu nəyə olur? Sən də fikirləşən ki, sən 3400. Cavabı nə olacaq? 4200. Məsələn, deyəcək ki, 5 kiloqram buzun xüsusi istilik tutumu 2100-dür. 1 kiloqram ki, nə qədər olursa, çox adam 5-ə bölürsə cavab yazsın, amma eləməyir. Aydındır? Bu formada. 4200 olduqsa, məsələn, bütün həcmisi eyni olacaq. Bir bax, bunun vahidi nə çıxarda bilənə? C-nin vahidi yaxşı. İstilik miqdarı enerjidir. Enerji, Q-nin vahidi nə olacaq bunda? 1 joule. Bu enerjinin vahidi nədir joule? Onda olacaq joule. Bölünsün kiloqram vurulsun Kelvin. Joule da atsan, kiloqram vurur metr kvadrat. Böl. İşin vahidi Efes'e. Aha. Saniye kvadrat. Vur kilogram. Vur Kelvin. Kilograma ne? Qalır nə? Metrin kvadrat bölünsün. Kelvin vurulsun. Saniyenin kvadratı. Uşaqlar, beynəlxalq sistemdə soruşub sizdən burada Selsi versə, götürmürsünüz falan. Selsi çünki beynəlxalq sistemdə əsas vahid deyil. Beynəlxalq sistemdə deyənə Kelvin yazmaq lazım. Bu kiçik hissə dedik ki, 1 kiloqram maddədən söhbət edir də, yəni maddənin özünə məxsus istilik tutumudur. Bəs indi mən ümumi maddəni qızdıramsa, ümumi istilik tutumuna daşıramsa, yeni bir kemet. Aha, böyük C daxil edir inşallah. Yazacaq bura istilik tutumu. İstilik tutumu. İstilik tutumu böyük C hərfinə şəhər olur.
Düsturu isə kiçik C vurulsun M-dir. Gətirib indi mən bunu nəzərə alsam burada balxan. Bax, Q bərabərdir. C M-in yerinə böyük C yazsam. C vurulsun nə olacaq? Delta. Bu ikisinin əvəzinə C yazdı delta. C-ni tapsam indi. Q bölünsün delta. Ay sağ. İndi bunun tərifini siz oxuyacaqsınız. Mən lövhəni təmizləyim. Baxın, yəni üstü tərifi siz oxuyun. Burada məxrəcdə burada məxrəcdə kütlə var dedim, bir iş var. İndi nə deyəcəksiniz? Bir kelvin. Nəyi bir kelvin qızdırması? Ümumi. Ümumi. Maddəni bir Bir kelvin qızdırması səhv olası istəyir miqdarına istilik tutumu gedir. Bəli. İstilik tutumu maddənin kütləsi necə asılı olacaq? Düzsüz. Bax, belə deyim də, qonaq gələndə çaydan tam doldurursunuz, yoxsa yarımçıq? Tamam. Gətirisi baxır qonağa. Yox, əgər tələsirsə çaydan inirik. Az doldurur. Niyə? Daha tez olsun da bu. Qaynamaq üçün. Onun aldığı istəyən miqdarı az olur zaten. Demək, kütlə ilə birbaşa nədir? Düzüntü nasıl? Bəli. Demək, C, M-dən böyük deyilən söhbət çevirə istəyirsin. Üzr istəyirəm, düzüntü nasıl? Bu fərq. Yaxşı. Testdə belə sual görürsə, bayaqçı düstur yazırlar. Q bərabərdir C, M, delta, T. Belə bir düsturcu qrafik görəcəksiniz testlərdə. Q, bu da olsun T. Bax belə. Dedik ki, alfa bucağı nəyə? Alfa bucağının tangesi nəyə bərabərdir? Və yaxud da ki, kiçik C nəyə bərabərdir? Gəlin belə, C-nin taxanda nə olur burada? Q bölünsün, M, delta, T. Yaxşı, bu iki daha tamamlayaq. Bura Q, bura T. Gəlin belə deyək. Buranın yerini dəşək. Bu olsun T, bu olsun Q. Aha. Bu olsun T1. Son qiymət olsun T2. Onda bu hissə nəyə bərabər? Bax, bu hissə. Buranı tapın. T2 çıxılsın T1. Onda bura delta T yaza bilərəm. Bəli. Aşağı nəyə bərabərdir? Q-yə bərabər. Q-yə. Yaxşı. İndi düsturda isə mənə nədir? Q bölünsün delta T. Bitişiyin qarşısı nəyə verəcək? Kotangiz. Onda olacaq. Kotangiz bölünsün alfa bölünsün M. O belə sorular görəcəksiniz. Mən çaşmırsınız. Bəli. Onu qeyd eləsəz də olar, onsuz da testdə işləyəcəksiniz. Lövhəni tam təmizləyir. Valla istilik tutumu haqqında məlumatımız formalaşdırdı. Bir dənə nə qaldı yadınızda? Ölçən cihaz. İstilik miqdarını ölçən cihaz nədir? Qeyd etmiş olar. Kalorimetr. Ölçən cihaz şalar olacaq. Kalorimetr. Kalorimetr nə tərəmiş qaldı? Adi bildiyimiz stəkan kimi qaldı. Üstündə həm bölgələr var, həcm ölçür. İçində həm termometr var, temperatur ölçür. Bax, həcm ölçürsə mən kütlə tapa bilərəm. Termometr temperatur ölçürsə temperatur tapa bilərəm. Hamısı bir-birinə vuracam, nə yapacam? İstilik miqdarı necə? Tam şey olacaq. Şöyle istilik miqdarı, enerjinin jouldan başqa da vahidləri var. Şirniyyət alanda, nə bilim bir adi su alanda, onun üstünə baxırsınız, yazır ki 100 qramında olan enerji dəyəri. Nəyinə göstərir zaten? Kalori göstərir. Enerji, belə enerji verən qidalarda onun vahidi olaraq kilokalori də götürürlər, kalori də götürürlər. Kilokalori 1000 kalori deməkdir. Yəni kalori də yaza bilərsiniz. Yəni vahid çıxanda qorxmayın ki, kalori biz keçməmişik, amma keçmişik, yəni var. Aydındır? Bəli. Yaxşı oldu. Biz dedik ki, qonaq gələndə çay qaynadırıq. Çay qaynatmaq üçün bizə nə lazımdır? İstilik lazımdır. O istilik hardan alırıq? Əvvəlki dövrdə odundan alırdı, peçin üstünə qoyurdu, qaynayırdı. İndi bəzən elektrikdən alınır, bəzən qazdan alınır. Yəni biz baxacağıq enerjini hardan aldığımıza. Yəni yanma istiliyinə baxacağıq. Növbəti başlamış olacaq yanma istiliyi. Yanma istilik miqdarı. Yenə istilik miqdarı varsa nə nişan olacaq? Q, bəli. Düstürürsə ki olacaq, kiçik Q vurulsun M. Deməli, yanacağı yanma istəyir, üstü oldu, Q bərabər, Q vurulsun M. Vahid nə olacaq? Doğru. Yəni, enerjinin hansı vahid oldu? Yəni, bir mənalı şəkildə yadda saxlayırsın. M nədir burada? Kütlə. Kiçik Q nədir? Xüsusi yanma istiliyi. Aysa, xüsusi yanma istiliyi. Onda Q-ni tapıram, Q bərabərdir, Q bölünsün M. Xüsusi sözü varsa, Hepsindən asılı. nə M-dən, nə də Q-dən asılı deyil. Vahidi nə olacaq onda Q-nin? Aha, Joule bölünsün Q. Davam edirsən. Joule. Aha, Joule atsam kilogram vurur. Metr kvadrat bölün saniyə kvadrat vur kilogram. Kilogramlar getdi
Yerinə qaldı. Metr. Metr kvadrat 4 saniyə kvadrat. Uşaqlar, bu vahidi siz qarşı mövzularınızda, yəni ən axırıncı verdiyimdə bərk cisimlər və mayelərin xassələri mövzusunda çox görəcəksiniz. Ərimə istiliyi, nə bilim, bərkimə istiliyi. Bax, belə, orada da vahidlər belə görəcəksiniz, onu çaşmırsınız. Yəni, hamısının vahidi eyni olur. Bu da oldu yanma istiliyi. İndi yaxşı alır. Hansı tip məsələlər işləyəcək burada? Hansı tip məsələlər işləyəcək? İlk məsələn, 1 kiloqram odun yanarkən neçə kiloqram su qızdırmaq olar? Sən onu fikirləşirsən. Mən necə eləyəcəm bunu? Birinci, 1 kiloqram odun yananda nə qədər istilik miqdarı ayrılır. Tapdın? Bununla da nə qədər istilik miqdarı suyu qızdırmaq olar. Onda 2 üstü neyi edəm mən? Bax, enerjini verən kimdir? Bu. Alan kimdir? Q bərabər Cm delta T. Bax, bu alandır. Q bərabərdir Qm verəndir. Bax, bu istiliyi verir, bu istiliyi alır. Bunda bunlar istiliyi bir-birinə alacaq. Bu da Q, bu da Q-sə bərabər. O da Qm bərabərdir. Buna yazaq. Məsələsin, yanacaq. Qarışmasın, çünki deyəcək, sexsara falan olmaz. Olacaq Cm delta T. Qalaq, bəzən sizdə sual çıxacaq. Deyir ki, yanacaq yanarkən 70%, siz bilirsiniz ki, ideal deyilən bir şey yoxdur. Qaz yanır, hə, evdə. O qazın hamısı suyu qızdırma sərf olunur. Bir hissəsi otağı inir. Deməli, bir hissəsi otağı qızdırır, bir hissəsi qazı gedir. Deməli, yəni hamısı yanmayacaq. Hamısının istiliyi bura getməyəcək. Bəzən sual çıxacaq, deyir ki, yanacaq yanarkən 70% suyu qızdırma sərf olunur. Onda bu Qm-in hansı səs tapacaqsan? 70%, yəni 0.7 hissəsi. Burası da 0.7. Yəni tam hamısını hesabla bilirsən 0.7. Ya aldığını tapacaqsan, Qm ilə enerji tapacaqsan, sonra o enerji 70% tapıb bərabərlədirsən, Cm delta T verir. Aydındır? Bu da belə. Bir dənə başlığımız var. Nə qədər vaxtımız keçib? Yarım saat keçib. Qeyd edin, termodinamikanın birinci qanunu. Termodinamikanın birinci qanunu. Burada adiabat proses falanı, bunlar əslində abituriyentlər üçün blok imtahanından çıxarılır. Amma çıxarılmasına baxmayaraq bəzi yüksək suallar düşür. Keçən ki, termodinamikanın birinci qanunu. O demək deyil, bunun ikinci, üçüncü qanunlarda var. Sənin bir qanunu var. Sadəcə termodinamikanın birinci qanunu başlıq elə gedir. Keçəcəm, izah edəcəm. O başlıqdan termodinamikanın birinci qanunun izah prosesləri tətbiqi. Oradan 20-30-dan sual işləyərsiniz ki, bir fikir formasınız için. İndi işləyəni görmək isə maraqlı mövzudur. Deməli, biz nə dedik? Daxili enerjinin dəyişməsi nə sütü var? Daxili enerjinin dəyişməsi, yəni delta U. İndi o dediyimizi sonra nə yazaq? Üstü nə yazaq da? Hansı sular idi? Bir dedik istilik miqdarı vermək, bir də iş vermək. Daxili enerjinin dəyişmək üçün istilik miqdarı verməliyəm, bir də iş verməliyəm. İkisini bir arada yazaq. Yaxşı, biz nə qeyd eləmişdik bayaq? Dedik ki, A nəyə bərabərdir? A iştirik, özü mənfisi ilə. Gətirib yerinə qoysaq. Delta U bərabərdir. Q çıxılsın A iştirik. Burada Q-yu tapsam, delta U üstə gəlisi A iştirik. Bax, ən çox, bu da termodinamikanın birinci qanunu. Onsuz bunları hamısı eyni şeydir də. Bu da termodinamikanın ən çox istifadə olunan debutuş alır. Q bərabər delta U plus A iştirik. İndi bir-bir. Neçə izah prosesimiz var idi? 3 dənə. Hansılardır? İzotermik, izobar, izobar. Başlayaq hansından? İzotermikdən var. Olsun. 1. İzotermik proses. Bax, izotermik prosesdə T nə idi? Sabit. Sabit nə demək şu an? Yəni onun konstant. Konstant demək yaxşı. Yəni ilk qiymətlə son qiymət bir-birinə nədir? Onda bunun fərqi nə ilə bizə? Deltası. 0-da. 50 çıxılsın 50. 30 çıx. Deməli delta T nə olur bizə? 0. İndi yaxşı. Delta T 0-dırsa, bunlardan hansı 0 olacaq? Əgər temperatur 0-dırsa, demək ki, ərsal kimdir? Daxili nə olacaq? 0. Onda delta U da nə olacaq? 0. Onda Q nəyə bərabərdir? A-dır. Onu sual edir. Deməli, izotermik proseslərdə qaza verilən istilik miqdarının hamısı nəyə sərf olunur? İş görməyə. Bax, sualı verəcək. İzotermik prosesdə 100 joule məsələn, istilik miqdarı almışamsa, nə qədər iş görmüşəm? 100 gilə. Birinci bu. 2. Olsun izoxor. İzoxor. Aha, izoxor prosesində nə sabitdir? V konstantı. Onda baxın, delta V nə alacaq? 0-dır. İndi həzm dəyişmirsə, bunlardan hansı 0-dır? A iştirik 0-dır. İş görmür. Onda A iştirik nə alacaq?
0. Onda Q nəyə bərabərdir lan? Delta boyu. Verilən istilik miqdarının hamısı nəyə satılacaq? Delta boyu var. Delta nə deməkdir? Hə, daxili enerjinin dəyişməsi. Demək, verilən 200 joule istilik miqdarı verilmişsə, hamısı nəyə satılacaq? Daxili enerjinin dəyişməsinə. Üç hansı qaldı? İzobar. İzobar. Ən maraqlısı. İzobar proses. İzobarda nə sabitdir? P. İndi P konstant olanda bayaq yazdığım təminətə Q bərabər idi. Delta U plus H. Hansı sıfır olacaq bunlarda? Yəni də Heç bir. Heç bir. Onu düstur elə olduğu üçün qalacaq. Q bərabərdir. Deməli. Delta U üstə gəlsin H. Bəzən fikirləşə bilərsiniz ki, bu sıfır oldu, bu sıfır oldu. Nə bağırım da? O deyil. İndi yapısı sual belə düşəcək sizə. Burada deyildim ki, nə qədər istilik miqdarı alsam, hamısı iş görməsinə olur. Nə qədər istilik miqdarı alsam, daxilici dəyişmək. Burada məsələn, 100 joule enerji almışam. İstilik miqdarı vermişəm. Bunun hansı hissəsi enerjinin dəyişməsinə? Hə, yəni sən olsan yarısını ona verirsin, yarısını ədalətli şəkildə, amma elə deyil də. Hə? 60-ın 40-a. İndi 60 hansıdır, 40 hansıdır? 60 delta U. Nəyə görə bu yanında deltası var, biraz böyüdüyünü çox edər. Gəlin ispat eləməyə çalışaq kağıdı. Deməli nədir? Delta U-nun üstü nətə idi? Delta U'nun üstü. Ha, birinci və başlığa keçdim. Hə. Neçə nüyüdür? 2-də 3. Ha. 2-də 3 nü E delta T. Arşimetin üstü nətədir? P delta V. P delta V ilə nü E delta T'yə bərabərdir. Bəli. Nü E delta T. Bunu da qarşısında 2-də 2 yaza bilərəm. Bəli. Yəni fərq edir ki. Geçsən. İndi bu ikisini cəmləsən, Q nə qədər olacaq? Yox, 3 edir. 2-də 3 üzəri 2-də 2. 2'də 5 nü. 2-də 5 nü E T. Deməli 5-dən 3-ü kimindir? Delta U'nun. İkisi kimindir? Anladım. Deməli 5-imiz 100% olsa. Ha, hərəsi 60 40. Deməli 60 gələcək hara? Daxil enerjiyə. 40% edəcək hara? İşə. Bax, izobar prosesi buna görə çox maraqlıdır. Hər şey təsəvvür. Məsələn, indi bir dənə sual verim, sonra yazarsınız. Bir dəqiqə baxın. 300 joule istilik miqdarı verdim. Nə qədər daxil enerji dəyişdi? Hə. 180 var. 180. Nə qədər istilik miqdarı? 180 budur 120 oldu. 120 budur. Yəni çaşmır. Bəli. Tələsmə, yazın. Bu hissəsi. Q-nun xəttini dəyək. Qalmasın da. Bunlar hamısı sıfır oldu, bu oldu, bu oldu. Heç birinin olmadığı oldu. Qaldı bir nə? Q. Çıxarılır fizikada. Yəni, onun abituriyentlərin imtihanından çıxarılır. Q-nun sıfır olmasına deyirlər. Q-nun sıfır olması nə deməkdir? Yəni, bu ətrafdan heç bir istəyişlə mübadiləsi yox. Yəni, ətrafdan istəyiş alır. Nə verir? Buna deyirlər biz adiabat proses. Adiabat proses almış olar. İstilikdən tədric olunmuş sistem. Yəni, heç bir istilik alış-verişi yoxdur. İndi yaxşı, mən kənarda hissə almıramsa, onda bu sıfır olsa deyəndə nə qaldı? Delta U üstə gəlir, A eşitdirir, bərabər sıfır. Onda delta U nəyə bərabərdir? Mənfi H. Onda yaxşı bir edir, mənfi atıram bura. Sistemin iş görməsi, yəni, iş görmək üçün və ya da daxil enerji dəyişmək üçün özü başlamaz deyilmi? İş görməyə. Biri var ki, işləyəsən, gündəlik pul qazanarsan, onu xərcləyəsən. Bir də başqa işləyəsən, oturmuşsan evdə. İndi nə edirsən? İş olmayandan. Keçsən, bütçəndə olan puldan başlayırsan, özünü eləməyə, idarə eləməyə. Yəni, kənarda sənə müdaxilə, yəni təsir olmayanda başlayırsan özünü eləməyə. Yəni, daxil enerji dəyişməsi öz hesabına başlayır, öz iş görməsi hesabına başlayır. Aydındır? Bu formda, yəni bu da belə. Bax, bu başda bizdə oldu nə? Termodinamikanın birinci qanunu və birinci qanunu izah proseslərə tətbiq edir. Yəni, buradan da bir 20 dənə, 30 dənə sual işləyərsiniz, bir fikir formalaşdırma dediklərim haqqında möhkəmləndirmək üçün deyirəm. Çünki ola bilər testdə düşəndə çaşmıyız. Yəni, deməyin ki, bunu keçmiş. Bu da belə. Lövhəni tam təmizləyirik.
Yaz inşallah. Mühərriyin faydalı iş əmsalı. Biz bilirik ki, istənilən bir mühərrik, onun müəyyən qədər bir faydalı iş əmsalı var və heç vaxt 100% ola bilməz. 100% o deməkdir ki, ideal bir şəkildə işləsin. İdeal nə deməkdir? Yəni, itkisi yoxdur. Real həyatda da bizim hazırladığımız bu maşın mühərrikləri olsun, elektronik mühərrikləri olsun, hamısının faydalı iş əmsalı təxminən 40-50% civarındadır. Yəni, bunu artırmaq hələ ki mümkün deyil. Mesela acil avtomobil olsun, mühərrik xotlayan vaxtı nə baş verir orada? Detallar qızır, yol gedən vaxtı havanın müqavimətinə təsir göstərir. Yəni, enerjisinin bir hissəsini burada itirir. Az bir hissəsini sırf işə sərf edir, faydalı işə sərf edir. O da belə deyil də, biz, məsələn, yanacaq tökdüyüm maşına, yanacaq yandı, ondan müəyyən qədər istilik miqdarı aldım. Bunun bir hissəsi, uşaqlar, soyutma sistemi olmadan işləyə bilən, yəni daxil yanma şey varmı? Yəni, bunda radiat, yəni su sistemi olmasın, amma o var mı elə bir şey? Yəni, bunun bir hissəsi hara gedir? Yəni, enerjini, motorda mühərrikdəki qızan enerjini alır, verir suya, su da hara verir onu? Havaya. Və başlayır maşın uzun müddətli eləməyə, işləməyə. Yəni, belə eləyək. Deməli, bu formada əlaqələndirək. Burada qeyrət bir şey yoxdur. Yəni, mən fərqləndirmək istəyəcəm. Deyir, qızdırıcıdan alınan, bax, buraya yazıram, qızdırıcıdan, yəni yanacaqdan, qızdırıcıdan alınan istilik miqdarı. Bunu qeyd edirəm, uşaqlar Q1. Bir də soyuducuya veriləni yazıram. Bu Q1 qədər aldığım enerji, ondan müəyyən bir qədər soyuducuya verir. Soyuducuya veriləni yazıram Q2. Onda mənim faydalı nə qədər olacaq? Faydalı şey. 100 dollar tam işim var. Tam istilik miqdarı var. Onun 40'ını verdim. Faydalı nə qədər qaldı? 60. Necə tapdın onu? Q1 çıxılsın Q2. Onda faydalı iş nə qədər olacaq? Q1 minus Q2. Yəni faydalı işimiz olacaq bu. Faydalı iş ha, faydalı iş əmsalı deyil bu. Nədir bu? Faydalı iş. Faydalı iş. Yaxşı. Ötən mövzularda öyrənmişik ki, faydalı iş əmsalı düsturur. Faydalı iş əmsalı nə fişanlıdır? Etam. Etam. Hə. A faydalı. Bölünsün atam. Atam. Vurulsun. 100. Hə. Faydalı işimizi yerinə nə qoyacaq aşağılar? Gəl belə qoyaq hələ ki, açdırıq. Bəli. Tam işimiz. Tamlı enerjimiz hardan aldıq? Qızdırdı. Onun işi nədir? Q1. Vurulsun. 100%. Açıqlamasını verək. Açdırıq açaq. Q1 minus Q2. bölünsün Q1 vurulsun 100. Şu an bəzən belə qoyacaqsınız. Kəsri ayıraq. Q1 və Q1. Bir çıxılsın. Bir çıxılsın. Q2 bölünsün Q1 vurulsun 100. 100%. Bax, bu da bizim xatırcı yavaş. Bu da bizim oldu. Mühərriklərin verdiyi faydalı iş əmsalısıdır. Bu düsturdan aşırı tapsa nə olacaq? Eta vurulsun. Hə, cevap. Eta bərabərdir. Aşırı pa Q1-dən. Aşırı tapsa nə olacaq? Eta vurulsun Q1. Axırda bizə bölərsiniz. Belə. Bir də inşallah Sodi Carnot ideal istilik mühərrikləri üçün. Düzdür, yəni həyatda belə bir şeydir. İdeal istilik mühərrikləri üçün temperaturla bağlı istilik mühərrikinin üstünü vermişdir. Sodi Carnot. Yuxarı sən təmizləyə bilərəm. Bəli. Belə qeyd ediləməsi, ideal istilik mühərriklərinin faydalı iş əmsalı, temperaturla bağlı. Deməli, Sodi Carnot. Eta bərabər uşaqlar. T1 çıx T2 böl T1 vur 100. Temperaturla bağlı olan üstü. Yəni, temperatur verilmiş formada. Bir nüansiyatdan çıxıb, bunu deyəndə yazma sırasında o CM defekti ilə bağlı. Onun yazma sırasında izah edəmişsə, düstur formasındadır. Deməli, oldu burada nə yazılır mən? 1 çıxılsın. Aha, T2 vurulsun, T1 vurulsun, 100% yazma olur. Bəli. Eyni düstur da başda sadəcə birində Q1 qoysan, Q-ləri qoysan, birində T-ləri qoysan. Şalım, çay suyunursuz, içmək istəyirsiniz, amma tələsiz.
Yəni bunu nəlbəkiyə soyutmağa da vaxtınız yox. Nə edəcəksiniz? Hə, nə edəcəksən? Üstünə necə su təqədəsiniz də? Soyuq su. Demək, isti su ilə soyuq su nə edəcəksən? Qarışdıracaqsan və nəticədə yeni bir temperaturlu su yaranacaq. Yeni bir temperaturlu su yaranacaq. Yaxşı. Buna deyirlər uşaqlar, qarışığın, yəni 2 dənə suyu qarışdırdım, qarışıq üçün son bir temperatur tapdım. Qarışığın son temperaturu. Bunu uşaqlar, qeyd elədiniz qarışığın son temperaturu. Qarışığın son temperaturu. Uşaqlar, bu T hərfi çalınır. Teta, o hərfi arasında bir dağlar. Bərabərdir. C1, M1, T1. Gerisi siz deyin. C2, M2, T2 bölünsün. C1, M1 üstəyə C2, M2. Buna belə. Yaxşı. Eyni maddə olsa. Eyni maddə olsa bu şeylər hamısını alacaq. Yazın burada. Eyni maddə. Yəni su ilə suyu qarışdırsan. Onda şeylərin hamısı üstünə xət çəkirsən. Yerdə nə qalacaq? M1, T1 üstə gəlsin M2, T2 bölünsün M1 üstənsin M2. Yaxşı, kütlərin üstü nətərdir? Rho kütlənin üstü. Rho olsun V. Eyni maddə onlar neynəcək? Onda eyni maddəsi bizə yaza bilərəm. V1, T1 üstəyə V2, T2 bölünsün V1 üstənsin V2. Mayilərin çox vaxt kütlə əvəzində bizə həcm verirlər. Litrlə verilir. Məsələn, 2 litr 50 dərəcəli su ilə 3 litr 30 dərəcəli suyu qarışdırsan, neçə dərəcəli bir temperaturlu su alır. Və bunu yaddan çıxarmışsın. Çox istifadə olunur uşaqlar. Bu da belə. Yaxşı. Uşaqlar, çaylar hardan haraxır? Çaylar hardan haraxır? Mənbədən, məsələn, yaxşı. Bizim başa düşəcəyimiz yüksəklikdən çəkəşdiyə. Yaxşı. Alma öz başına ağacdan qırılandan sonra hara gedəcək? Sonra aşağı düşür. Yəni bunun test prosesi başlayıla bilər real həyatda. Çox fikirləşdiniz. Bəlkə də ola bilən hadisə varsa deyin bilək də. İndi baxın uşaqlar, 2 dənə cisim var. Biri istidir, biri soyuqdur. Sizcə isti öz istiliyini keçirir soyuğa, yoxsa soyuq öz soyuqluğunu keçirir istiyə? Soyuq öz soyuqluğunu keçirir. Yadda saxlayın. İsti həmişə öz istiliyindən digərinə görə temperatur çox olan hissədən az olan hissəni necək keçirmiş olacaq. Temperatur həmişə harada hara gedəcək? Çoxdan aza gedir. Yəni bu nə tip suallar çıxır sizə? Kontaktda gətirilmiş məsələn 2 dənə cisim var. Quadrat formada. Oxun işarəsi belədir. Bu A-dır, bu B-dir. Deyir ki, hansı böyükdür? Hansı temperatur böyükdür? Siz o da fikirləşirsiniz. TA böyükdür, TB-dən. Hə bax. Sən belə bir sual düşdün. A, B, C. Aha. En büyük hansıdır? A. Sonra B birini alır, birini heç olmasa verir. Sonra T, B en kiçik hansıdır? C. Hamısını alır. T, C. Yəni kontaktda gətiriləndə istilik həmişə istidən soyuğa keçir. Oxun istiqaməti o deməkdir ki, ox hansı istiqamətə gedirsə, başlanğıcı çox, sonu isə azdır. Yəni bunun əks prosesi çox olar. Mən nəyə görə çay məsələsi dedim, alma məsələsi. Çünki əks proses ola bilərdi. Ona görə də bax, temperaturda heç vaxt əks proses ola bilməz. Bizim termodinamikada hansı başlığımız qaldı şu an? Yəni baxaq. Bir qaldı ümumiyyətlə başlığımız. Siz də baxın. Peki, çıxan bir şey var. Faydalı şəms sağlığı. Danışdıq. İstilik mərşləri. Bax, istilik mərşləri. Bir başlığımız var uşaqlar. Sonuncu uşaqlar başlıq, istilik mühərrikləri. Testlər lazım. İstilik mühərrikləri yazırız. Uşaqlar, istilik mühərrikləri 3 dənə növ var. Mən yalan gələn başa kimsə deyə bilər. 1. Daxili yanma mühərrikləri. 2. Buxar turbini.
İnşallah vaxtımız olsa bu buxar turbini yoxlamaq olar. Yəni qısa bir təcrübəçmə eləmək olar. Yəni buxarla necə işləyə bilərmiş. 3 reaktiv hərəkət. İnşallah bu buxar turbini və reaktiv hərəkət haqqında qısaca danışayım. Çünki ona aid bir sual tipi falan heç çox işləməyəcək deyəmiz. Sadəcə nəzəri məlumat danışayım. Buxar turbini nə almaq inşallah. Deməli, logikada danışacağam. Bir qazan suyu qaynadırlar, ağzı bağlı. Bir kiçik, benim için çox kiçik bir deşik olur orada. Su qızdıqca başlayır oradan eləməyə. Buxar çıxmağa. Ölçü çox kiçik olduğunda çıxan buxarın sürəti orada nə olur? Lülə kimi qoyurlar belə. Lülə, turpa, nazı turpa. Çıxan buxar ucu sürətlə çıxır. Qarşıda nə qoyurlar? Pər. Buxar çıxdığında o pər başlayır eləməyə. Fırlanma. O fırlanmada verirlər təkərlərə məsələn. Başlayır maşını eləməyə. Hərəkət etməyə. Amma çox da effektiv bir üsul deyildi yəni. Reaktiv mühərrik nədir? Reaktiv mühərrik uşaqlar raşetlərdə, təyyarələrdə olur. Yəni burada yanacaq nətərdir? Yanacaq yanarkən böyük sürətlə sofradan çıxır geriyə, impulsun saxlama qanunu demişdim ama reaktiv hərəkətdə. Yanacaq yananda, yanacaq özü böyük sürətlə geri çıxırdı. İmpuls saxlama qanuna görə distribütör transfer edilir, irəlidir. Bu olur reaktiv hərəkət. Bax bu ikisi haqqında qısa bir məlumat. Bir də lazım olan əsas sualların içində nə? Daxili yanma mühərriklər. Daxili yanma mühərriklər özündə 2 dənə növ var. Aha, hansılardır? Yanacaqla işləyən maşın hansılardır? Hansı yanacaq? Dizel və benzin. Benzin və dizel. Yəni bölmüşəm bunların fərqləri nə deyəcək? Benzin və dizel fərq. Bizim ölkəmizdə istifadə olunan yük maşınlarının 90% nə işləyir? Dizel işləyir. Niyə? Onların verdiyi faydalı daha çox. Faydası daha çox. Onların verdiyi fayda. Deməli benzinin etası az, dizelin etası çox. Yəni bunun da etası var, yəni faydalı şəmsalı var, amma bu nisbətdə, müqayisədə azdır. Yəni eyni mühərrik çökür, bir dizel olsun, bir benzin olsun, benzini daha az. Yaxşı, çişlənmədən danışaq. Benzin Dizel daha çox çişlənir. Çişlənmə. Sən dirək kimsən axırda protiv yedirsən, hər şeylə təsirli. Çişlənmə çox, çişlənmə təbii ki, hər biri bu dəqiqə azaldır. Elektrikli bu dəqiqə hansı dövr yaşayırıq? Artıq maşınların hansından keçir avtomobillərin elektrikli. Niyə? Çünki ətraf mühiti qorumaq. Deməli, hər şey çişləndirir. Amma müqayisə etibarıyla nəzər, dizel daha çox. Şöyle, indi mən yazıram bura üçüncünü. Üçüncünü mən yazırım, izahını birazdan sonra verəcəm. Yanacaq, birinci taxta daxil olur bura. Yanacaq, silindirə birinci taxta daxil olur. Burada yanacaq, üçüncü taxta daxil olur. Necə? Yox, silindir əksiliyi yoxdur. Sadəcə dizeldə alışdırıcı şam deyilən bir şey yoxdur. Orada nə hesabına baş verir? Havanın qızması hesabına. Birazdan sonra mən taktları izah edəyəndə sizə tam aydın şəkildə izah olunacaq. Deməli, ən sonucu nə ola bilər? Qiymət fərqi. Hal-hazırda şimdi nisbətdə əvvəl çox fərq var idi dizellə benzin arasında. İndi çox cüzi də olsa fərq var da. Deməli, bu bahadır, bu ucuz. Kitabda məktəb dərsində buna aid bir şey var. Deyir ki, Arifin atası bazara avtomobil almağa getdi. Eyni avtomobilin dizeli də var, benzini də var. Dizel deyir 1000 manat bahadır. Sizcə Arifin atası hansı maşın alacaq? İndi hansı? Mən baha olduğuna görə mən olsam, ki ucuz alaram. Başqa nəzərdən fikirləşsəm, mən ətraf mühiti fikirləşsəm yenə benzin alaram. Qənaətli fikirləşsəm dizel alaram. Yəni burada prinsip çoxdur da. İndi kimin bütçəsi nədirsə, kitabda yazılıblar düzdür. Amma hansı nəzərdən yazılır tam o deyildir. Aydındır? İndi yaxşı. Gələ bu takt söhbətindən danışaq. Deməli ki, o silindir, o maşının özünün gücünün asılıdır. Məsələn, 4 silindiri var, 3 silindiri var, 1 porşenli var. Məsələn, bu otbiçən maşınlar var. O da bir mühərrikdir. Sənin bir dənə silindiri var. Bir silindir, aşağı yuxarı. Mopedlər var, onlar da bir dənə silindir. Məsələn, normal bildiyimiz bu Sovet maşınları əksəriyyətlə 4 silindirdir. Elə maşın var 6 silindir, 8 silindir. Silindir başqa şeydir, takt başqa şeydir. Takt nə açaq? Bir dənə porşen çəkirik, yəni silindir çəkirik. Nə deyirsən sən? 24 dövr maksimum deyirsən. Bilmirəm. O klapan olur. Hər silindirdə klapan olur. 24 silindirli bəlkə də var. Olar.
Olur. Canım masalar olsun soğuk diyor oğlum. Necə? Silindir ne kadar çok olsa masaların gücü oluyor çok olur. Çox deyəm, yanacaqda çox şallah, həddindən çox Şey şallah. var da hem camlardan masayla. Ola bilər. Hə. Deməli, nə şallah? Bax, burada bir dənə klapan olur. Ən sadəsindən danışıram. Amma bu dəqiqə elə mühərrik var ki, 4 klapan var bir silindirdə. Elə başı 8 dənə klapan var. İndi təsəvvür edin ki, bu silindir. Bax, bu silindir aşağı yuxarı hərəkət edə bilir. Bax, bu silindir. Bizden alır sonra yandırır. Hə, deməli bu birinci olsun klapan, birinci klapan. Klapan, bu olsun ikinci klapan. Bax, burada da sveta. Biz ona nə deyirik bəzən? Əslində bizim dildə onun adı şamdır. Biz rus dilində sveta deyirik, hamımız eləşmiş sveta deyək. Məsələn, burada alışdırıcı bir şam var, qığılcım yaradır, bu sveta. Şam. İndi hər mühərrikdə fərqli yerdə durur. Üstü ola bilər, yanı ola bilər, bu özü o mühərrikin özünün formasında, aslında ora biz çox bilməyək. Deməli, nə başlamış alır? Birinci taktda, birinci klapan açılır. Bax, porşeni gəlin bunu çəkək. Bu ismini çəkmə, bax. Bu olsun bizim porşenimiz. Bu porşen aşağı yuxarı hərəkət edə bilir. Bax, inşallah. Birinci takt. 1. Adı olacaq inşallah sorma taktı. Sorma taktı. İkinci takt. İkinci takt nə idi inşallah? Bəlkə xatırlayasınız. Sıxma. Sıxılma taktı. 3. Alışma, yəni iş görmə. 4. Xaric etmə. Digər bir izah eləməsi aşaq. Qeyd edəndən sonra təbii ki. Fikirləşək ki, bu benzin mühərrikdir. Benzin mühərrikində, bax, birinci klapan açılır. Birinci klapan açılır. Porşen aşağı çəkiləndə. Aşağı çəkiləndə neyini soracaq olacaq? Birinci taktda, benzin mühərrikdə biz adətən mühərriklərlə böləcək, benzin mühərrikdə 2 ilə böləcək. Dizel və injektor. Amma bunlar ikisi mənası eyni bir şey demək. Birinci taktda uşaqlar hava ilə benzin qarışığı, benzin məsələn, hava benzin qarışığı neyir? Sovrulur porşenin içərisinə. Bu porşen düşdü hara? Aşağı. Bax, mən porşen aşağı çəkdikcəm, klapan açıldı. Aşağı çəkdikcəm sordu orada nəyi? Hava və benzin qarışığı. Hava və benzin qarışığı düşdü bura. İndi bax, ikinci takt. Klapanla bağlı. Hər iki klapana olduğunda bağlı. İndi bu porşen hara gedir? Yuxarı. Yuxarı gedəndə o hava benzin qarışığı neyir orada? Sıxılır. Sıxılma taktı. Üçüncü takt. Sıxılır taktı. Burası taktı. Üçüncü taktı. Bir dənə qığılcım. Biz ona sigirsən şamın qığılcımı. Qığılcım belə ki orada nə baş verir? Partlayış. Partlayış baş verir ki porşen hara gedir? Bax. Birinci taktı biz özümüz starterını elədik. Açarı fırlayırsan, özün məcbur edirsən ki, porşen hərəkət edəsən. Artıq partlayış olandan sonra burada 4 dənə silindir var da, ikisi aşağı, məsələn, ikisi yuxarı. Başlayıb o davam şəklini eləməyə, orada hərəkət etməyə. İndi aşağı, partlayış oldu, aşağı düşdü. Dördüncü taktda ikinci klapan açılır. Yuxarı sıxılanda oradakı tüstü var, alışmış benzin yanı. O neyir oradan? Xaric tutmadır. Bunu da biz birləşdirik nəyə? Xaric etmək kolişitir deyilir. Kolişitir. Kolişitir deyil, nə deyirlər? Kolişitir. Qabıdır. Ən axırıncı taktda kolişitirdən o yanacaq neydir? Orada yanmış yanacaq tüstü neydir? Ətrafa kullanır. Aydındır. Bax 4 taktdan başlayır. Bax benzin mühərrikdə yanacaq neçə takt daxil oldu? 1. İndi dizeldən nəfər uşağı. Dizeldə bax qızlar sürətində olduğuna daha rahatlaşır. Dizeldə şam yoxdur. Yəni qığılcım beləsi isə yox. Birinci taktda hava soxulur. İkinci taktda sıxılır. Üçüncü taktda hava sıxılanda nə baş verir orada? Hava başı nə demək? Sıxıldı da nə edir? Qızır da. Həddindən çox qızır. O qədər yüksək təzyiqdə qızır ki o. Üçüncü taktda ora dizel püskürdülən kimi başında bir alışma olur. Yəni orada artıq qığılcıma ehtiyac qalmır. Yəni artıq onun eləyən kimdir? Üçüncü taktdakı da qızmış hava o porşen nəticəsində, silindirdən gələn, yox klapandan gələn yanacaq vasitəsində nə edilir? Alışmış olur. Deməli, bir mühərrikçi isə taktdan ibarətdir. Fərqi yoxdur, bu 6 silindir olsun, 4 silindir olsun, 1 silindir olsun. 4 taktdan ibarətdir. Sorma, sıxma, iş görmə, xaric etmə. İş görmədə nə baş verir uşaqlar? Alışma. Benzinli mühərrikdə yanacaq neçə takt daxil olur? Bəs dizeldə? Üçüncü taktda. Uşaqlar, mövzuda harada çətinliyimiz var?
Amma termodinamika mövzusunun çox geniş olmasa da belə demək o izah edilir. Harada çətinliyiniz var? Qaranlıq qalan bir hissə. Yoxdur ki. Xeyr. Uğurlar, Allah sinəsini versin sizə. Baxın sağ olun. Xeyr.